Salam şagirdlər, mən sizin hər birinizi salamlayıram. Bugün biz Azərbaycan dil dərsində Balaca Aşpaz mətninin ikinci hissəsi ilə tanış olacağıq. Artıq biz birinci hissə ilə tanışıq və orada hadisələrin nədən getdiyini, harada baş verdiyini, kimlər arasında getdiyini agahıq. Bilirik ki, Təranə atasının işdən gələnə qədər ona bir yemək pişirmək həvəsinə düşmüşdü və bunun üçün mətbəxə girərək ona yemək hazırlamağa başlamışdı. Orada hadisələr yarımçıq qalmışdı. Biz ikinci hissədə bu yarımçıq qalmış hadisələri davam elətdirəcəyik, tanış olacağıq. Dərsimizin planı bu şəkildə olacaq. Motivasiya mərhələmiz, tədqiqat sualımız və mətni təqdim edəcəyik sizlər üçün. Dərsimizin motivasiya mərhələsində biraz öncə dediyim kimi hekayədəki hadisələrin necə davam etməsi haqqında sizdən öz variantlarınızı hazırlamağı rica edəcəyəm. Gəlin düşünək, sizcə hadisələr necə davam edəcək? Ata evə gələcəkmi, Təranənin yeməyini dadacaqmı, bəyənəcəkmi, hər hansı bir problemin olduğunu düşünürüksə, bu hansı problem idi? Gəlin öz variantlarımızı hazırlayaq. Düşünürəm ki, hər biriniz bu mətni, bu hekayəni fərqli davam elətdirə bilərsiniz, fərqli variantlarınız ola bilər. Öz variantlarımızı düşündükdən sonra isə mən sizdən rica edəcəyəm ki, gəlin bu tədqiqat sualı ətrafında düşünək. Sizcə Təranə xörəyi bişirərkən hansı səhvə yol vermişdi və yaxud da hər hansı bir səhvə yol vermişdimi? Gəlin bu sualı düşünək. Arxasıca isə Təranənin xörək bişirməsinə sizcə anasının münasibəti necə olacaq? Qızını təqdir edəcəkmi, afərin deyəcəkmi və yaxud da ki, ona nəyə görə mətbəxə girib yemək bişirmisən deyə acığı tutacaqmı? Siz necə düşünürsünüz? Mənə gəlir sizin maraqlı fikirləriniz var. Bu suallar ətrafında çox mühüm cavablar verə bilərsiniz. İndi isə gəlin biz bütün bu sualların cavablarını mətnin ikinci hissəsində tapmağa çalışaq. Bəli, qapının zəngi çalınır, ata evə daxil olur və ata evə gəldikdən sonra Təranə həyəcanla bişirdiyi yeməyi və hazırladığı çayı atasının qarşısına qoyur və təəccüblə baxır atasının üzünə ki, görsün ki, ata yeməyini bəyənəcək ya yox. Əlbəttə ki, ata qızının yeməyindən dadır, amma xəbəri olmur ki, bu yeməyi onun qızı bişirib. Bir ağız alandan sonra isə o üzünü istər-istəməz turşudur, onun ağzı və gözləri yanmağa başlayır və o anda Təranə hiss edir ki, nəsə bir problem var. Daha sonra ata onun qızından su istəyir. Bu halda Təranə çox məyus olur və atanın süfrədən uzaqlaşmasından sonra Təranə anasının gəlməsini gözləyir. Bir müddət sonra ana evə daxil olanda Təranə onun boynunu qucaqlayır və baş verən bu hadisə qarşısında məyusluğunu anasına bildirir. Amma ana əlbəttə ki, qızını buna görə danlamır. Onun münasibəti çox gözəl olur və deyir ki, sən xəcalət çəkməməlisən, sən narahat olmamalısan. Çünki insan ilk dəfə hər hansı bir işi gördüyü zaman səhv edə bilər. Əsas olan odur ki, biz səhvlərimizdən nəticə çıxaraq və bir daha o səhvi etməmək üçün əlimizdən gələni edək. Və ən sonunda ana ilə qızın arasında belə bir dialoq keçir ki, ana Təranəyə onun bu yeməyi bişirərkən etdiyi səhvi, yəni ora istiotu çox tökməsini atasına deməyəcəyini qızına söyləyir. Bununla da mətni biz burada yekunlaşdırmış oluruq. Mətni oxuyarkən müxtəlif sözlər var idi. Gəlin onların leksik mənalarıyla daha yaxından tanış olaq. Bilirsiniz ki, Təranənin anası tələbkar bir insan idi. Tələbkar hər şey çox ciddi yanaşan deməkdir. Və Təranə atası işdən evə gələndə nimçədə yemək gətirib onun qarşısına qoyur, yəni boş qabda. Gözlərini çəkməmək, əziz şagirdlər, bir şeyə diqqətlə baxmaq deməkdir. O mənaya gələn bir ifadədir. Fikir götürmək ifadəsi isə hər hansı bir hadisə, bir iş haqqında qayğılanmaq, narahatlıq keçirmək mənasına gələn ifadədir. Bununla da Balaca Aşpaz mətninin ikinci hissəsini yekunlaşdırırıq. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm.